artıq bununla bağlı bir səfərbərlik, şifahi bir səfərbərlik Bəli. var. Bugün Böyük Britaniyada, Fransada, Almaniyada artıq əvvəlki kimi güzəştlər tətbiq olunmur. Artıq 18 yaşına çatmış hər kəsin müharibəyə hazır olmalı olduğu ilə bağlı açıqlamalar var. Xüsusən də Böyük Britaniyada, Fransada, Almaniyada artıq yeni bir hərbi səfərbərlik elan olunmasına hazırlıq görülür. Çünki Ukrayna müharibəsi onu göstərdi ki, Rusiya hər nə qədər sanksiyalara məruz qalsa da, ciddi yüz minlərlə canlı itkə məruz qalsa da, müharibədə dayanmır və Ukraynada istədiklərini əldə eləsə, növbəti mərhələdə Avropaya hücum edəcək və burada Amerika Birləşmiş Ştatlarının da bir qədər tərəfsiz yanaşması Avropanı ciddi şəkildə narahat edir. Bugün Donald Trump bu məsələyə özünün şəxsi reputasiyası kimi yanaşır ki, tələm-tələsik bir sülh əldə olunsun, dünyaya Tələm-tələsik sülhdən, bəli, o cür təqdim eləsin. Əslində təkcə tələm-tələsik sülh məsələsi də deyil. Burada eyni zamanda fikir verirsinizsə, tələm-tələsik həm də seçki keçirməyə çalışırlar. Bir tərəfdən Birləşmiş Ştatlar təzyiq göstərir, digər tərəfdən də Rusiya açıqlama verir ki, siz orada seçki keçirsəz, biz həmin gün ora hücum eləməyəcəyik. İndi Zelenskinin çox maraqlı bir açıqlaması oldu və Putinə reaksiyasına cavab olaraq bildirdi ki, Putin seçkilərə müdaxilə edə biləcək səlahiyyətdə insan deyil. Bu mesajı həm Rusiyaya bir mesaj kimi oxuya bilərik, həm də qərbli müttəfiqlərə, hansı ki o tərəddüd eləyirlər ki, birdən nəsə baş verər, Rusiya bu müharibədən qalib çıxar, üzünü bizə çevirər. Onlara bir mesajdırmı ki, baxın, Putin belə bir səlahiyyətə malik insan deyil, ora müdaxilə edə bilər, öz ölkəsinə müdaxilə edə bilər, bizə yox. Onu mu oxumaq lazımdır? Qısa bir cavab xahiş eləyəcəm. Əslində Zelenskinin bu mesajı eyni zamanda ağıva bir mesajdır ki, yəni seçki Ukraynanın daxili işidir. Konstitusiyaya görə müharibə şəraitində ölkədə bütün seçkilər dayandırılır. Belə olan halda Ağ Evin seçki keçirməklə bağlı tələbi əslində qanuni deyil, Ukraynanın daxili işlərinə qarışmaqdır. Amma həm Moskvada, həm də Ağ Evdə çox yaxşı bilirlər ki, Ukraynada növbəti dəfə seçki keçirilsə, artıq ya Zelenski namizədliyini irəli sürməyəcək və irəli sürsə də şansları çox azdır. Hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri keçmiş baş qərargah rəisi Zaluzhninin şansları daha çoxdur. Ümumiyyətlə, son itkilər Kiyevdə siyasi bir böhrana da yol açır. Bir parçalanma var, fikir ayrılığı bu müharibənin uzun müddət davam edə bilməyəcəyi ilə bağlı və Vaşinqtonun da təbii ki təzyiqləri var. Belə olan halda növbəti seçki keçirmək, xüsusən də müharibə şəraitində artıq ərazisinin 5/1-ni itirib Ukrayna. Belə bir şəraitdə hər hansı bir seçki keçirmək, bu seçkinin legitimliyi, baş tutub tutmayacağı ilə bağlı suallar çoxdur. Odur ki, seçki keçirmək təklifi artıq Ukraynanın Rusiya ilə razılaşa biləcək yeni bir liderə ehtiyac duyulduğu zərurətini ortaya qoyur. Bu baxımdan seçki keçirməklə Ukraynanın kapitulyasiya aktına imza atması deməkdir. Amma bunun əksi də sonsuz bir müharibədir. Yəni Rusiya müharibəni davam elətdirir. Az da olsa, xırda da olsa, xırda addımlarla da olsa hər gün cəbhədə müəyyən irəliləyişlər var. Xüsusən də Pakrovsk uğrunda bugün şiddətli döyüşlər gedir. Bu elə sülh masasında da psixoloji təsir göstərir. Rusiya tərəfi iddia edir ki, Pakrovsk artıq alınıb. Ukrayna tərəfi Zelenski gedir Pakrovskdan video müraciət paylaşır ki, xeyr, müharibə davam edir, müdafiə davam edir. Bu artıq cəbhədə gedən şiddətli döyüşlərin masaya da təsirini göstərməsi deməkdir. Hələ ki, heç bir real bir razılaşma yoxdur.